Salam değerli abituriyentlər. Bugün biz sizinlə Tunc dövrünü öyrənəcəyik, onun xüsusiyyətlərini, Tunc dövründə olan yenilikləri və sair hər bir şeyi müzakirə edəcəyik, səbəblərini öyrənəcəyik və xüsusiyyətləri bir-bir sadalayacağıq. İlk növbədə dərsə başlamazdan əvvəl yaxşı olar ki, yanınıza bir dəftər, bir qələm alasınız və buradakı qeydləri, buradakı punktları bir-bir siz də özünüz üçün yazasınız. Çünki keçən dərsimizdə dediyimiz kimi yazmaq eyni zamanda öyrənməyi də asanlaşdırır. İnsan bir şeyi daha çox yazdıqda daha yaxşı öyrənə bilir. İbtidai icma cəmiyyətini gəlin ilk olaraq təkrarlayaq görək nə idi İbtidai icma cəmiyyəti. İbtidai icma cəmiyyəti bölünürdü 3 mərhələyə. Daş dövrü, Tunc dövrü, hansı ki biz bugün danışacağıq və Dəmir dövrü, elə Dəmir dövründən də danışacağıq bugün. Daş dövrünün özü də bölünürdü mərhələlərə. Qədim daş dövrü, orta daş dövrü, yəni mezolit və yeni daş dövrü, neolit. Sonuncu isə keçid mərhələsi olan mis daş dövrü, yəni eneolit dövrləri. Qədim daş dövrünün özü də bölünürdü 3 mərhələyə. Yəni paleolit dövrü 3 mərhələyə bölünürdü. Alt paleolit, orta paleolit və üst paleolit. Biz birinci dərsimizdə daş dövründən ümumilikdə söhbət etmişdik. Qədim daş dövrü, alt paleolit, orta paleolit, üst paleolit, mezolit, neolit və eneolit dövrünün xüsusiyyətlərini sadalamışdıq. Tunc dövrü isə erkən Tunc dövrü, orta Tunc dövrü və son Tunc dövrü olmaqla 3 mərhələdən ibarətdir. Bugün biz sizinlə bu mərhələlər haqqında ümumi söhbət edəcəyik. Baxın, bu mərhələlər haqqında erkən Tunc dövrü, orta Tunc dövrü və son Tunc dövrü haqqında söhbət edəcəyik. Erkən Tunc dövrü. Bu dövr eyni zamanda Kür-Araz mədəniyyəti dövrü də adlanır və həmişə olduğu kimi biz dərsimizə başlayırıq əhatə elədiyi dövrdən. Tunc dövrü, erkən Tunc dövrü eramızdan əvvəl 4-cü minilliyin ikinci yarısından eramızdan əvvəl 3-cü minilliyin ortalarına qədərki dövrü əhatə edir. Misin tərkibinə müxtəlif metalların qatılması ilə tunc əldə edilib erkən Tunc dövründə. Burada diqqət yazmışam. Nəyə görədir bu diqqət? Çünki 6-cı sinif Azərbaycan tarixi kitabında bir qədər qarışıq verilib bu. Eneolit dövründə də yazır ki, eneolit dövrünün sonunda, son mərhələsində tunc əldə edilir. Eyni zamanda Tunc dövründə də cədvəldə yazıb ki, Tunc dövründə tunc əldə edildi. Yəni ilk dəfə tuncun nə vaxt əldə edildiyi bu dərs kitabında o qədər də aydın formada yazılmayıb. Testə baxanda siz ancaq onu testdə belə deyək, çıxdaş eləməklə tapa bilərsiniz ki, böyük ehtimalla bu heç düşməyəcək imtahana sizə, amma belə ən pis halda baxırsınız. Əgər heç bir variant uyğun gəlmirsə, tuncun əldə edilməyin eneolit dövrünə götürə bilərsiniz. Əgər yox, daha dəqiq variant varsa orada, artıq onu götürməyəcəksiniz. Eyni zamanda Tunc dövrünə aid edilsə də, baxarsınız digər variantlara. Məsələn, digər variantlarda yazılıb ki, məsələn deyirəm, ilk dəfə metalla tanışdıq. Bu aydın məsələdir ki, bu eneolit dövründə. Burada heç bir qərəz şübhə yoxdur. Deməli, sənin cavabı onu o götürəsən. Yox, digər variantların hamısı səhvdir. Bir dənə bu ola bilsin ki, yazılıb ki, tunc əldə edildi erkən Tunc dövründə ilk dəfə olaraq. Bu söz yazılarsa, digərləri uyğun gəlməzsə bunu orada götürəcəksiniz. Yəni bu kitabın belə deyə bir növ səhvidir. Əsasən abituriyentlərə yox, MİQ imtahanına hazırlaşanlara bu qədər dərinlik, xırdalıq elə gəlir ki, düşər. Amma yenə də ağlınızda olsun. Bu dövrdə ana xaqanlığı süqut edir, ata xaqanlığı yaranır. Bildiyiniz kimi üst paleolit dövründə qəbilənin həyatında analar üstün olduğuna görə, qadınlar üstün olduğuna görə bu dövr ana xaqanlığı dövrü idi. Ana xaqanlığı üst paleolitdə yaranmışdı və davam edirdi. Erkən Tunc dövründə isə ana xaqanlığı süqut edir, ata xaqanlığı yaranır. Bunun səbəblərini araşdıracağıq. Bu dövr Kür-Araz ovalığında, Azərbaycanda Kür-Araz ovalığında yaranıb inkişaf etdiyinə görə Kür-Araz mədəniyyəti dövrü də adlanır. Bu dövrdə birinci ictimai əmək bölgüsü baş vermişdir. Biz öyrənmişdik ki, belə deyək,
Əkinçilik yaranmışdı ibtidai formada mezolit dövründə, eyni zamanda ibtidai maldarlıq yaranmışdı mezolit dövründə və insanlar həm əkinçiliklə, həm maldarlıqla məşğul olurdular. Birinci ictimai əmək bölgüsündə isə maldarlıq əkinçilikdən ayrılır. Nə deməkdir maldarlığın əkinçilikdən ayrılması? Maldarlığın əkinçilikdən ayrılması o deməkdir ki, maldarlıqla məşğul olan şəxslər artıq əkinçiliklə məşğul olmurlar. Niyə? Bax, bu cədvəldə maldarlığın əkinçilikdən ayrılma səbəbləri göstərilib. Nəyə görə ayrılır? Çünki maldarlar otlaqlar tapmaq üçün tez-tez yaşayış yerlərini dəyişirdilər. Aydın məsələdir ki, əkin əkirsənsə, sən müəyyən müddət bu əkinin yanında qalmalısan ki, əkin yetişsin, ona qulluq eləyəsən və ondan bəhrə götürəsən. Amma maldarlar otlaq tapmaq üçün tez-tez yaşayış yerini dəyişirdilər. Bugün buradaydılar, sabah başqa yerdəydilər. Onların əkin əkməyi mümkün deyildi. Ona görə də Azərbaycanda maldarlar yarımköçəri həyat sürürdülər. Yəni bugün burada, sabah başqa yerdə, bir gün daha başqa yerdə, otlaqlar hardadsa maldarlar da o tərəfə doğru hərəkət edirdilər. Əkinçilər torpağı şumluyur, əkir, becərirdilər. Ona görə də əkinçilər oturaq həyat tərzi sürürdülər. Yəni əkinçilik oturaq həyat tərzinə aid bir şeydir. Maldarlıqsa köçəri həyata aid bir şeydir. Çünki yayda gedirdilər yaylağa, qışda gəlirdilər qışlağa. Yarımköçəri və ya yaylaq maldarlığı yaranır. Yəni bu dediyimiz məsələdir, yeni bir söz deyil əslində bu. Yarımköçəri və ya yaylaq maldarlığı. Yəni yayda aydın məsələdir ki, heyvanları dağ yerində saxlamaq daha əlverişlidir. Çünki orası sərin olur və otlaq sahələri ilə bol olur. Qışda isə əksinə dağda deməli qar yağır, havalar sərt keçir və qış aylarında, məsələn, Azərbaycanda Muğan bölgəsinə gəlmək daha əlverişlidir. Düzənlik əraziyə gəlmək daha əlverişlidir. Çünki burada soyuq o qədər də olmur, havalar nisbətən mülayim keçir və otlaq sahələri də mövcud olur. Ona görə də yayda yaylağa, qışda qışlağa gedirlər. Buna isə yaylaq maldarlığı, yarımköçəri maldarlıq deyirlər. Maldarlıq sürətlə inkişaf edir. Maldarlığın sürətlə inkişaf eləməsi artıq məhsulun istehsalına şərait yaradır. Mübadiləni genişləndirir. Nə deməkdir mübadilənin genişlənməsi? Yəni, əvvəllər bax fikir verin, maldarlıq, əkinçilik bir yerdə olanda insanlar həm maldarlıqla, həm əkinçiliklə məşğul olurdular. Amma artıq maldarlar əkinçiliklə məşğul olmur. Aydın məsələdir ki, maldarların da əkin məhsullarına, məsələn, buğdaya və s. Arpaya tələbatları var. Un düzəltməlidirlər ondan, məsələn. Bunun üçün onlar nə edirdilər? Eyni zamanda əkinçilərin də ətə ehtiyacı var, ət tələbatını qarşılamalıdır. Bunun üçün nə edirdilər? Təbii ki, o dövrdə hələ pul yoxdur. Ona görə də mübadilə edirdilər. Yəni, maldarlar ət verirdi əkinçiyə, əvəzində əkinçidən buğda alırdı. Bu formada mübadilə genişlənirdi. Maldar tayfalarının varlanmasına səbəb olur maldarlığın inkişafı. Çünki maldarlıq əsasən də qoyunçuluq çox gəlirli bir sahədir. Tez-tez bala verirlər, artır və nəticədə maldar tayfalar varlanır. Və belə olan halda maldar tayfaların daxilində də əmlak bərabərsizliyi artır. Yəni, maldar tayfalarından biri qoyunlara, heyvanlara ümumiyyətlə daha yaxşı baxır, daha yaxşı qulluq eləyir, onların heyvanları daha cins olur və daha çox bala verir və eyni zamanda bunların deməli əmlakı artır və əmlak bərabərsizliyi yaranır artıq tayfalar arasında. Eyni zamanda tayfanın içində də, tayfanın var-dövləti də tədricən ayrı-ayrı şəxslərin əlində cəmləşir. Yəni, bir tayfanın daxilində də daha varlı şəxslər yaranmağa başlayır. Bu, maldarlığın sürətlə inkişafının nəticəsində baş verən proseslərdir. Deyirik, bu proseslərin nəticəsində əmlak bərabərsizliyi yaranır və yeni otlaq sahələrinə yaranan ehtiyac səbəbilə insanlar dağlıq və dağətəyi zonalarda məskunlaşırlar. Yəni, otlağa ehtiyac var deyə heyvanları dağlıq yerlərə və dağətəyi yerlərə aparırlar. Özləri də heyvanlarla birlikdə ora gedirlər və orada məskunlaşırlar. Əkinçilikdə isə süni suvarma sistemləri yaranır. Süni suvarma sistemləri nədir? Süni suvarma sistemləri deməli, tutaq ki, bir ərazidə heç çay yoxdur, amma insanlar əlləri ilə yeri qazmaq vasitəsilə ora arx çəkirlər, ora su
yolları çəkirlər. Bu yolla əkin sahələri suvarılır və bu olur süni suvarma sistemi. Bu dövrdə toxa əkinçiliyini xış əkinçiliyi əvəz edir. Yadımıza salaq, toxa əkinçiliyi yaranmışdı eneolit dövründə. Bunu qarışdırmayaq ha. Bax, toxa əkinçiliyi toxanın özü neolitdə yaranmışdı, amma toxa əkinçiliyi eneolit dövründə yaranmışdı. Toxa əkinçiliyini erkən tunc dövründə xış əkinçiliyi əvəz edir. Xış bu bildiyimiz kotanın belə deyək əcdadı hesab edilir. Bax, yuxarıda deyirdik ki, ana xaqanlığı süqut edir, ata xaqanlığı yaranır. Bunun səbəbi nədir? Çünki fikir verin, bax, xış əkinçiliyi, bax, atdan minik və qoşqu vasitəsi kimi istifadə edilirdi. Atı bağlayırdılar xışa və qoşurdular xışa və torpağı bu vasitə ilə şumluyurdular. Və bunların hər biri fiziki güc tələb edən işlərdir. Və əsas işlər bu işlərdir artıq cəmiyyətin həyatında, tayfanın həyatında əsas işlər bu işlərdir. Eyni zamanda heyvandarlıqla məşğul olmaqda da əsas işləri kişilər görürlər və buna görə də artıq qadınların cəmiyyətdəki mövqeyi zəifləmiş olur və bu səbəblərdən də biz deyirik ki, ana xaqanlığı süqut edir, yerində ata xaqanlığı yaranır. Bu dövrdə dairəvi və düzbucaqlı evlər tikilirdi. Bu eneolit dövrü ilə oxşarlıqdır. Eneolit dövründə də çay kənarında dairəvi və düzbucaqlı evlər tikilirdi. Bu evlər, erkən tunc dövründəki evlər nisbətən daha iri olurdu, daha geniş olurdu. Bu dövrdə deyirik, bax, dedik bayaqlarda qəbilələr birləşirdilər və tayfa əmələ gətirirdilər. Bir neçə qohum qəbilə birləşirdi və onlar birləşən qohum qəbilələr tayfa əmələ gətirirdilər. Bu dövrdə təsərrüfat həyatında, sənətkarlıqda da inkişaf olur. Məsələn, duluç çarxından istifadə duluççuluğun inkişafına səbəb olur. Duluç çarxı biz bilirik də duluççuluğun nə olduğunu yəqin ki, bu saxsı qabların hazırlanması, bu palçıqdan əlləri ilə durub hansı ki hazırlayırlar. O çarxın üzərində fırlananda daha rahat bunu hazırlamaq mümkün olur və erkən tunc dövründə duluç çarxından istifadə də duluççuluğun inkişafına səbəb olur. Bu dövrdə metal işləmə sənəti inkişaf edir. Metal işləmə sənəti ümumiyyətlə yaranmışdı eneolit dövründə. Yəni metalın üzərində iş görürdülər də, metalın üzərində bir proses gedirdi. Bu eneolit dövründə mis tapılan vaxtı yaranmışdı. Amma metal işləmə sənətinin inkişafı erkən tunc dövründə də davam edir. Bu dövrün dini vəziyyətinə baxası olsaq, nə görürük? Ölülər yaşayış binalarından kənarda dəfn edilirdi. Bu ilk dəfə baş verirdi. Baxın, ilk dəfə ölülər yaşayış binalarından kənarda dəfn edilməyə başlayır. Bu dövrə qədər məsələn eneolit dövründə nə deyirdik? Deyirdik ki, ölülər yaşayış binalarının arasında və ya daxilində dəfn edilirdi və onların üzərinə qırmızı boya çəkilirdi. Amma indi ölülər yaşayış binalarından kənarda dəfn edilir və bəzi qəbilələrin üzərində kurqanlar ucaldılırdı. Kurqanlar belə süni təpələrdir. Onlar torpaqla, qəbirlərin üzərində torpaqla, əlləri ilə torpağı daşıyırlar və təpə əmələ gətirirdilər. Buna kurqan deyilir. Bu dövrdə ölü yandırma və kollektiv dəfn adətləri də meydana gəlir. Ölüləri yandırırlar və ölüləri kollektiv dəfn edirdilər. Bu adətlər də erkən tunc dövrünün dini dəfn xüsusiyyətləridir. Və bu dövrdə ibadət evləri tikilir. Xüsusi ibadət evləri tikilir. Xüsusi ibadət evləri deməli, Xaçmazda Sərkərtəpə, Qazaxda Baba Dərviş və Naxçıvanda 1-ci Kültəpədir. Deməli, burada xüsusi olaraq yadda saxlayıcısı olacağımız hər hansısa başqa bir şey yoxdur. Yəni, kitabda nə yazılmışdırsa, mən hamısını bax, erkən tunc dövrünə aid burada yığmışam. Siz burada yazılanları bir-bir öz dəftərinizə köçürüb onu öyrənə bilərsiniz və ehtiyac yaranarsa, təbii ki, bizim onlayn dərslərimizə də qoşula bilərsiniz. Yeri gəlmişkən, onlayn dərslərin ilk ayı tamamilə pulsuz keçiriləcək. Yəni, hər hansı bir ödəniş tələb edilmir. İstənilən vaxt qoşulsanız, ilk ay üçün ödəniş tələb edilmir. Orta tunc dövrü. Bu dövrə, baxın, yuxarıda da yazmışıq, boyalı qablar mədəniyyəti də adlanır. Səbəbini öyrənəcək. İlk olaraq biz öyrənməliyik, hansı mərhələni əhatə edir Orta tunc dövrü. Orta tunc dövrü eramızdan əvvəl 3-cü minilliyin sonlarından
eramızdan əvvəl 2-ci minilliyin ortalarına qədərki dövrü əhatə edir. Bu çərçivə deməli Orta Tunc dövrü üçün belədir. Əmlak bərabərsizliyi və sosial bərabərsizlik dərinləşir. Yəni tayfaların daxilində olan bu bərabərsizlik ki deyirdik, bu bərabərsizlik daha da dərinləşir, varlı kasıb arasında uçurum daha da artır. Bu dövrdə yaxın şərqin mədəni mərkəzləri ilə əlaqələr güclənir və bunun nəticəsində Azərbaycanda ilkin şəhər mərkəzləri yaranır. Orta Tunc dövründə Azərbaycanda ilkin şəhər mərkəzləri yaranır. Çünki Azərbaycan deməli tayfaları yaxın şərqin mədəni mərkəzləri ilə daha güclü əlaqələr saxlayırdı və onların mədəniyyətini, şəhər mədəniyyətini Azərbaycanda da tətbiq edirdilər və beləliklə ilkin şəhər mərkəzləri yaranırdı. Naxçıvanda 2-ci Kültəpə və Oğlanqala, Urmiyada Göytəpə, Qarabağda Üzərliktəpə və Nərgiztəpə. Naxçıvanda bax 1-ci Kültəpə ilə qarışdırmayaq. 1-ci Kültəpə ibadət evi idi. 2-ci Kültəpə isə deməli şəhər, ilkin şəhər mərkəzidir. Bəzi yaşayış məskənləri müdafiə divarları ilə əhatə olunmuşdu. Yəni yaşayış məskənlərinin bu şəhər mərkəzlərinin ətrafında müdafiə divarları çəkirdilər. Məsələn, Xocavənddə yerləşən, yəni Qarabağda yerləşən Nərgiztəpədə. Bu dövrdə tayfalar böyük tayfa ittifaqlarında birləşirlər. Çünki tayfalar arasında mübarizə gedirdi və qohum tayfalar bu dəfə böyük tayfa ittifaqları yaradırlar ki, deməli otlaq sahələri üzərində gedən bu davada onlar zəif olmasınlar. Beləliklə proses necə oldu? Baxın, əvvəldən yadımıza salırıq, təkrar eləmək məqsədi ilə. İlk vaxt yaranmışdı ulu icma, alt paleolit və orta paleolit dövründə. Üst paleolitdə ulu icma ləğv olur, yerinə yaranır qəbilə icması. Erkən Tunc dövrünə qədər qəbilə icması davam edir. Erkən Tunc dövründə qohum qəbilələr birləşərək tayfalar yaradırlar. Orta Tunc dövründə isə tayfalar birləşərək böyük tayfa ittifaqları təşkil edirlər. Bu dövrdə əkinçilik və maldarlıq inkişaf edir. Yaylaq maldarlığının yayıldığı yerlərdə qoyun-quzu aparıcı yer tuturdu. Baxın, bu bir qədər xırdalıqdır. Yadda saxlamağa dəyər mənə elə gəlir ki, çünki kitabda yazıbsa, sabahları bu testdə də düşə bilər, qarşınıza çıxa bilər. Bunu yadda saxlamaq lazımdır. Yaylaq maldarlığının yayıldığı yerlərdə qoyun-quzu aparıcı yer tuturdu Orta Tunc dövründə. Bu dövrdə atçılıq da inkişaf edir və bu dövrdə yeni təsərrüfat sahələri yaranır. Bax, bu testlərin ən məşhur hissələrindən biridir. Yeni təsərrüfat sahələrinin yaranması. Yeni təsərrüfat sahələri yaranır. Bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq. Bu müxtəlif formalarda düşür. Yeni təsərrüfat sahələrinin yaranması kimdə düşür testlərdə? Bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq adı ilə də və yaxud tək birinin yazılması ilə də deməli testlərdə qarşımıza çıxır. Ona görə də bunu ciddi formada yadda saxlamalıyıq. Dəmiyə əkinçiliyi ilə yanaşı süni suvarmadan da istifadə edilirdi. Bu Orta Tunc dövrünün xüsusi yeniliyi deyil. Erkən Tunc dövründə də süni suvarmadan istifadə edilirdi. Süni suvarmanın nə olduğunu da izah elədim sizə ki, süni suvarma nədir? Bax, bu arxlar, arxların çəkilməsi, süni su kanallarının çəkilməsi süni suvarma deməkdir. Dəmiyə əkinçiliyi nə deməkdir? Dəmiyə əkinçiliyi bir növ təbii əkinçilikdir. Bu əsasən Aran zonasında mümkün olmur, dağ yerlərində mümkün olur. Hansınız dağ yerlərindənsinizsə, bunu yəqin ki eşitmisiniz ömrünüzdə. Dəmiyə əkinçiliyi nədir? Əkin əkilir, dağ yerinə xüsusən, əkin əkilir və onun suvarmağa ehtiyac olmur. Nəyə görə ehtiyac olmur? Çünki dağ yerində yağıntının miqdarı çox olduğuna görə onun əlavə suya ehtiyacı olmur. Elə yağış suyu ilə deməli əkilən məhsul qidalanır və buna deyilir dəmiyə əkinçiliyi. Yəni xüsusi suvarmaya ehtiyacı olmayan əkinçilikdir dəmiyə əkinçiliyi. Bu dövrdə sənətkarlığın da yeni sahələri yaranır və ikinci ictimai əmək bölgüsü baş verir. Baxın, Erkən Tunc dövründə birinci ictimai əmək bölgüsündə maldarlıq əkinçilikdən ayrılmışdı. İkinci ictimai əmək bölgüsündə isə sənətkarlıq əkinçilik və maldarlıqdan ayrılır və müstəqil sahəyə çevrilir.
Yəni bu da baxın testlərdə ən çox düşən suallardan biridir. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi, sənətkarlığın əkinçilik və maldarlıqdan ayrılması və s. bu ikinci ictimai əmək bölgüsüdür. Yəni artıq sənətkarlar əkinçilik və maldarlıqla məşğul ola bilmirlər. Onların ona vaxtı yoxdur. Çünki məhsula tələbat böyükdür. Məhsulu deməli, məhsul dedikdə sənətkarlıq məhsulunu biz nəzərdə tuturuq. Sənətkarlığın deməli emal etdiyi məhsuldan gedir söhbət. Buna məsələn xış məsələn deyirik. Tələbat böyükdür və bunu hazırlayan adamlar artıq əkinçilik və maldarlıqla məşğul olmurlar. Gəlirlərini ancaq bu vasitə ilə əldə edirlər. Bu dövrdə qədim incəsənət çiçəklənmə dövrünü keçirir. Saxsı qabların üzərində müxtəlif naxışlar çəkilir və eyni zamanda saxsı qablar boyanır. Ona görə də bu dövr boyalı qablar mədəniyyəti adlanır. Baxın, Orta Tunc dövrünə boyalı qablar mədəniyyəti dövrü də deyirlər. Bu dövrdə qoyunçuluq inkişaf edir. Biz deyirdik də qoyun quzu aparıcı yer tuturdu yaylaq maldarlığında, yuxarıda demişdik bunu. Qoyunçuluğun inkişafı öz növbəsində başqa sahələrin inkişafına səbəb olur. Məsələn, toxuculuğun inkişafına. Çünki toxuculuqda nədən istifadə edilir? Yundan. Yun nədən alınır? Qoyundan. Deməli, qoyunçuluq inkişaf edirsə yun artacaq. Yunun artması isə toxuculuğun inkişafına səbəb olur. Bu dövrdə sadə toxuculuq dəzgahından istifadə edilirdi. Metallurgiya inkişaf edir. Aydın məsələdir. Bu eneolit dövründən etibarən inkişaf edə gedir. Yəni hər bir dövrə aid bir xüsusiyyətli metallurgiyanın inkişafı. Yalnız Orta Tunc dövrünün spesifik xüsusiyyəti deyil. Bu dövrə aid qayaüstü rəsmlərdə biz nəyi öyrənirik? Bu dövrə aid qayaüstü rəsmlərdə heyvanlar aləmini, məişət deməli şəraitini, ov səhnələrini biz öyrənə bilirik. Çünki bu ov səhnələr qayalarda təsvir edilib. Qayalarda olan heyvanlar aydın məsələdir ki, aydın olur ki, deməli bu ərazilərdə bu heyvanlar olur ki, insanlar onu görüb və onun şəkillərini qayaüstü rəsmlərə köçürüblər. Bu dövrdə tayfa başçılarının və varlı tayfa üzvlərinin qəbirləri digər qəbirlərdən artıq fərqlənirdi. Nə deyirdik? Deyirdik ki, əmlak bərabərsizliyi və sosial bərabərsizlik dərinləşmişdi. Buna görə də tayfa başçılarının və varlı tayfa üzvlərinin qəbirləri də artıq digər qəbirlərdən fərqlənəcək və bu dövrdə də xüsusi ibadət evləri var idi. Erkən Tunc dövründə biz deyirdik ki, xüsusi ibadət evləri tikilmişdi. Orta Tunc dövründə də xüsusi ibadət evləri öz varlıqlarını qoruyurdu. Və təbii ki, yeni ibadət evləri də tikilirdi bu dövrdə. Azərbaycan tayfaları həm Qafqaz tayfaları ilə, həm də Ön Asiya tayfaları ilə sıx əlaqələr saxlayırdı və onlarla mal mübadiləsi edirdi. Mübadilənin nə olduğunu da erkən Tunc dövrünü izah edən zaman sizə izah elədim. Mənə elə gəlir ki, əlavə izaha ehtiyac yoxdur. Mal mübadiləsinin genişlənməsi ticarətin yaranmasına səbəb olur. Baxın, eyni zamanda elə sənətkarlığın əkinçilik və maldarlıqdan ayrılması da ticarətin yaranmasına səbəb olmuşdu. Nəyə görə? Çünki artıq belə deyək, sənətkar məhsulu hazırlayır, özü əkinçilik və maldarlıqla məşğul olmur. Maldara lazım olan məhsulu hazırlayır, maldara verir və onun əvəzində ondan ət alır və belə demək mümkünsə mübadilə eləyir və bunun özü də artıq ticarətin yaranması deməkdir. Deməli, ticarət yaranır Orta Tunc dövründən. Bu dövrdə əhali ovçuluq və balıqçılıqla da məşğul olurdu və başqa xüsusi hər hansısa bir şey də burada qalmadı. Yadımıza saxlayırıq buradakı yaşayış məskənlərini, ilkin şəhər mərkəzlərinin harda olmasını, Naxçıvanda 2-ci Kültəpə, Oğlanqala, Urmiyada Göytəpə, Qarabağda isə Üzərliktəpə və Nərgiztəpə. 2-ci Kültəpə və Oğlanqala, eyni zamanda Üzərliktəpə və Nərgiztəpə Azərbaycanın şimalında, Göytəpə isə cənubunda Urmiya gölünün sol kənarında yerləşir. Və nəhayət, Son Tunc eyni zamanda erkən dəmir dövrü. Yəni artıq biz həm Son Tuncu, həm də erkən dəmir dövrünü sizlə birgə keçəcəyik. Testlərdə də elə bir yerdə düşür. Son Tunc, erkən dəmir dövrü bizim tarixşünaslığımızda bu formada öyrənilir. Deməli, ilk olaraq yenə dövrün biz öyrənməliyik. Bu eramızdan əvvəl 2-ci minilliyin ikinci yarısından eramızdan əvvəl 1-ci minilliyin əvvəllərinə qədərki dövrü əhatə eləyib. Son Tunc dövründə ibtidai icma
cəmiyyəti dağılmağa başlayır. Əkinçilik və maldarlıq yenə də inkişaf eləyir. Təbii ki, at və dəvədən istifadə bir yerdən başqa yerə köçməyi asanlaşdırırdı. Yəni insanlar at belinə minirdilər və dəvələrə minirdilər və bir yerdən başqa yerə köçmək daha rahat olurdu. Bu dövrdə duluzçuluq inkişaf eləyir. Ayaqla hərəkətə gətirilən duluz çarxı yaranır. Yəni insanlar ayaqları ilə duluz çarxını fırlayırlar. Yuxarıdakı çarx da eyni zamanda bir-birinə bağlı olduğu üçün fırlanırdı və belə deyək, saxsı qabların hazırlanması bir qədər də belə deyək, rahat olurdu. Qabların üzərinə müxtəlif üsullarla naxışlar vurulurdu. Çapma üsulu ilə və yaxud başqa üsullarla qabların üzərinə deməli naxışlar vurulurdu. Bu da son Tunc dövrünün spesifik xüsusiyyətlərindən biridir. Bax, bunu neolit dövrü ilə qarışdırmaq olmaz. Neolit dövrü duluzçuluğun yarandığı dövrdür. Bu naxışların vurulmağa başladığı dövr isə son Tunc dövrüdür. Təsərrüfat sahələrinin inkişafı mübadiləni genişləndirir. Yəni duluzçuluğun inkişafı da, digər belə deyək, əkinçiliklə bağlı olan sahələrin inkişafı da, maldarlığın inkişafı da mübadiləni genişləndirən xüsusiyyətlərdəndir. Mübadilənin genişlənməsi isə ticarətin genişlənməsi deməkdir. Yəni mübadilə genişlənirsə, deməli ticarət genişlənir. Çünki mübadilə ilə ticarətdir, belə demək mümkündürsə. Və nəticədə üçüncü ictimai əmək bölgüsü baş verir. Baxın, Tunc dövrü 3 mərhələdən ibarətdir və hər mərhələsində bir ictimai əmək bölgüsü baş verib. Erkən Tunc dövründə birinci ictimai əmək bölgüsü maldarlıq əkinçilikdən ayrılır. Orta Tunc dövründə ikinci ictimai əmək bölgüsü sənətkarlıq müstəqil sahəyə çevrilir və son Tunc dövründə üçüncü ictimai əmək bölgüsü tacirlər sənətkarlardan ayrılır. Artıq sənətkarlar malları özləri aparıb satmırlar. Onları malları sənətkarlardan alıb əkinçilərə və maldarlara satan, eyni zamanda əkinçilərdəki malları gətirib sənətkarlara satan yeni bir qrup, tacirlər qrupu yaranır və tacirlər sənətkarlardan ayrılırlar. Tayfa başçılarının dini və hərbi rəhbərlər hesab edilirdilər, tayfa başçıları və onların dəfni zamanı bəzən qulluqçular da tayfa başçıları ilə bir yerdə dəfn edilirdi. Çünki onlar dini rəhbər hesab edilirdilər və insanlar bu dövrdə səma cisimlərinə, aya, meşəyə, suya və müxtəlif heyvanlara sitayiş edirdilər. Azərbaycan tayfaları yenə yaxın şərqi mədəniyyət mərkəzləri ilə əlaqələr saxlayırdılar. Və bu dövrdə hərbi iş əsas məşğuliyyətə çevrilir. İnsanlar əsasən otlaq sahələri ələ keçirmək, ərazi ələ keçirmək və ticarət yollarını ələ keçirmək üstündə bir-biri ilə mübarizə aparırdılar və hərbi işdə əsas məşğuliyyətə çevrilmişdi. Eramızdan əvvəl 7-ci əsrdən başlayaraq, yəni eramızdan əvvəl 7-ci əsr nə idi? Eramızdan əvvəl 1-ci minilliyin 1-ci yarısından etibarən Azərbaycanda dəmirdən istifadə geniş yayılmağa başlayır. Və tayfalar arası toqquşmalar zamanı əsir düşən şəxslər də qula çevrilirdilər. Çünki bu dövrdə artıq quldarlıq mövcud idi, amma dərinləşmir. Azərbaycanda heç vaxt quldarlıq dərinləşmir. Avropadan fərqli olaraq. Tayfalar daxilində varlı ailələr yaranırdı və hər şeyi bu varlı ailələr, belə deyək, həyata keçirirdi. Tayfanı onlar idarə edirdilər. Burada yuxarıda qalıb alış-veriş malqara, metal əşyalar və metal parçalar vasitəsilə aparılırdı. Bunu bir dənə yadınıza salaq. Mən səhv eləmişəm bunu hazırlayanda, keçidli animationları düzəldəndə. Alış-veriş deyirik, tacirlər sənətkarlardan ayrılır və onlar alış-verişi malqara vasitəsilə, metal əşyalar və metal parçalar vasitəsilə aparırdılar. Bu dövrdə deyirik ki, ibtidai icma quruluşu dağılmağa başlayır və son Tunc erkən dəmir dövründə artıq ibtidai icma quruluşu dağılır. Bunun dağılmasının bir sıra səbəbləri var. Kitabda bununla bağlı yaxşı bir sxem cədvəl çəkilmişdi və onun mən şəklini buraya əlavə eləmişəm. Əmlak bərabərsizliyi daha da dərinləşir. Yəni varlı kasıb arasında fərq çox dərinləşir. Sosial bərabərsizlik daha da dərinləşir. Cəmiyyətin yoxsul və varlara bölünməsi, bunlar ilə aşağı-yuxarı eyni şeylərdir.
böyük tayfa ittifaqlarının yaranması. Yəni tayfalar birləşib böyük tayfa ittifaqları yaradırlar və bunlar artıq səpələnmiş formada yaşayırlar və lazım gələndə bu tayfalar birləşib düşmənə qarşı mübarizə aparırlar. Burada artıq cəm şəkildə icma halında yaşamaqdan söhbət gedə bilməz. Hakimiyyət ayrı-ayrı nüfuzlu şəxslərin əlində cəmləşir. Biz artıq yavaş-yavaş dövlətin yaranmasının rüşeymlərini burada görürük. Var-dövlətin əsasən fərdi ailələrdə toplanması İbtidai icma quruluşunun dağılmasına səbəb olur. Biz nə deyirdik? İbtidai icma quruluşunda normalda necə olurdu? Bir yerdə yaşayırdılar, bir yerdə ov eləyirdilər, bir yerdə əşirdilər və bir yerdə bundan faydalanırdılar. Amma artıq var-dövlət əsasən fərdi ailələrdə toplanır. Artıq burada cəmiyyət arasındakı uçurum çox böyüyüb və nəticədə artıq bu İbtidai icma quruluşunun dağılması deməkdir. Ümumilikdə deməli dərsimiz bundan ibarətdir. Yəni burada xüsusi başqa bir şey yoxdur. Biz bilməliyik burada yazılan hər bir şeyi və xüsusən bizə lazımdır deməli ictimai əmək bölgülərini dərk eləmək, nədən yaranıb, nəyə görə baş verib, hamısını bu formada dərk eləyəndən sonra bunları əzbər bilməyə ehtiyac olmayacaq. Artıq məntiqlə, normal dərrakə ilə dərk eləyəcək ki, vəziyyət nə imiş, nəyə görə yaranıbmış. Belə və eyni zamanda Azərbaycan xəritəsi ilə bağlı da bizim gələcək dərslərimizdə bir dərsi bütövlükdə ona ayıracağam. Çünki böyük çətinliklər çəkirlər uşaqlar bu Azərbaycan xəritəsini öyrənməkdə. Onu da inşallah yaxın vaxtlarda dərsi paylaşılacaq kanalda. Kanalı izləmədə qalın. Kanala buna görə də abunə olun ki, yeni videolar, yeni dərslər, yeni test izahları qarşınıza çıxdıqca məlumatınız olsun və eyni zamanda çox çətin bir şey deyil. Kanalı, videonu belə deyək, bəyənin və mümkünsə ən azından bu video sizə faydalı olsa, altına bir təşəkkür yazsaz, kanalın populyarlaşmasına xidmət etmiş olarsınız və video daha çox abituriyentin qarşısına çıxar. Bu qədər. Suallarınız olarsa, bu dövrlə bağlı hər hansısa bir sualınız olarsa, tam təmənnasız şəkildə əlaqə nömrəm vasitəsilə mənlə əlaqə saxlaya bilərsiniz. WhatsApp-da, Instagram-da əlaqə saxlaya bilərsiniz, Facebook-da əlaqə saxlaya bilərsiniz və istənilən bir sualı verib cavabını məndən ala bilərsiniz. Bu, yenə deyirəm, tam təmənnasız şəkildə edilir. Eyni zamanda bizim onlayn dərslərimiz də var və onlayn dərslərin ilk ayı tamamilə ödənişsiz həyata keçirilir. Buyurub qoşula bilərsiniz. Sağ olun, yeni dərslərdə görüşənədək.